Salam əziz tamaşaçılar. Haqqın dərgahı verilişinin növbəti buraxılışında hər birinizi xoş gördük. Verilişimizin bu dəfəki buraxılışı ümummilli lider Heydər Əliyevin milli mənəvi dəyərlərimizin dirçədilməsindəki misilsiz xidmətlərinə həsr olunub. Bu mövzunu danışmaq üçün həmsöhbətim Azərbaycan İlahiyyat İnstitutunun rektoru, İlahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinovdur. Aqil müəllim, xoş gəlmisiniz. Xoş gördük. Aqil müəllim, bu dəfəki mövzumuz ümummilli liderin milli mənəvi dəyərlərimiz istiqamətində gördüyü işlər və bunun gətirib çıxardığı nəticələr, bugün əldə etdiyimiz nailiyyətlərdir. Mən istərdim əvvəlcə biraz daha əvvələ gedək. Ulu Öndərin Azərbaycanda hakimiyyətə gəldiyi dövrlərdə milli mənəvi dəyərlərimiz sahəsində vəziyyət necə idi? Təbii ki, Sovet hakimiyyəti illərində milli mənəvi dəyərlərimiz müəyyən ölçüdə təzyiqə məruz qalırdı. Ulu Öndərin hakimiyyətə gəlməsindən sonra müəyyən müsbətə doğru addımlar atıldı və bir inkişaf müşahidə olundu. İstərdim bu sahədə fikirlərinizi bölüşəsiniz. Köstər müəllim, təşəkkür edirəm ki, belə önəmli bir mövzuya toxunursunuz verilişinizdə. Qeyd etdiyiniz kimi Ulu Öndərin fəaliyyətini daha yaxşı anlamaq üçün, onun milli mənəvi dəyərlərə verdiyi əhəmiyyəti daha gözəl başa düşmək üçün biz bunu Sovet dövründən başlatmalıyıq. Çünki Sovet dövründə bildiyiniz kimi uzun müddət Ulu Öndər Azərbaycana başçılıq eləmişdi və Ulu Öndərdən əvvəlki vəziyyət necə idi, sonraki vəziyyət necə idi. İcazənizlə bu mövzuya toxunmaq istərdim. Əlbəttə, dəyərlər deyəndə, milli mənəvi dəyərlər deyəndə çox geniş bir məfhum başa düşür və bunların içərisində xüsusilə dil faktoru önəmlidir. Və Ulu Öndər Sovet dövründə hakimiyyətə gəldikdən sonra biz baxırıq ki, Azərbaycan dilinə verilən əhəmiyyət qat-bə-qat artdı. Əvvəl əgər insanlar daha çox rus dilində danışmağı, dövlət dairələrində bu dildə bir-biri ilə kommunikasiya qurmağa üstünlük verirlərsə, Ulu Öndər məhz Azərbaycan dilinin önəmini çəkdi, ortaya qoydu və Ulu Öndərin dövründə qəbul olunmuş Sovet dövründəki konstitusiyada, Azərbaycanın konstitusiyasında məhz Azərbaycan dili vurğulandı orada. Və bu, Azərbaycan üçün böyük bir nailiyyət idi. Çünki əgər bu konstitusiyada öz əksini tapmasaydı, Azərbaycan dili get-gedə dövlət dairələrindən sıxışdırılıb çıxarılacaqdı. Və gedərək böyük şəhərlərdə artıq Azərbaycan dilində danışan insanların sayı azalacaqdı ki, biz digər respublikalarda, digər Sovet respublikalarında bunun nümunələrini görmüşük. Bir tərəfdən Ulu Öndər bu milli dəyərlərə önəm verirdi. Digər tərəfdən isə mənəvi dəyərlərin də Ulu Öndərin fəaliyyətində, Sovet dövründəki fəaliyyətində əhəmiyyətli yer tutduğunu görürük. Əlbəttə, xüsusilə mənəvi dəyərlər deyəndə burada din faktoru öne çıxır. Və Sovetdə də bildiyiniz kimi din ümumiyyətlə mənfi bir hal kimi götürülürdü. Açıqca qadağan olunmasa da, amma reallıqda qadağan idi. Dinin Azərbaycanı götürsək, Azərbaycanda demək olar ki, məscidlərin əksəriyyəti bağlanmış vəziyyətdə idi. Və bir çox məscidlər artıq xarabazara çevrilmişdi. Bəziləri muzey kimi istifadə olunurdu, bəziləri ambar kimi istifadə olunurdu, amma bir qismi isə taleyin ümidinə buraxılmışdı və dağılırdı daha doğrusu. Mən sizə icazənizlə bir nümunə verəcəm və bu Ulu Öndərin həmin dövrdə dini dəyərlərə verdiyi əhəmiyyətin böyük göstəricisidir məncə. Bunu bizim keçmiş Xarici İşlər Naziri Həsən Həsənov öz xatirələrində paylaşır. O deyir ki, mən həmin dövrdə Gəncə şəhərinin birisi Kirovabad adlandırılırdı. Kirovabadın başçısı işləyirdim. Və oradakı müəyyən mədəni abidələrin bərpası, dövlət hesabına bərpasını aparırdıq. Deyir, mənə müraciət edilər ki, bir məscid var, bu məscid artıq dağılır. Onu necə bərpa edə bilərik? Yəni, əlbəttə ki, mədəni abidə kimi şübhəsiz ki, açılmasına icazə verilməzdir, çünki Sovetin siyasəti bəllidir. Və deyir, biz onu mədəni abidələrin bərpası siyasına daxil edik. Və Ulu Öndərin bundan xəbəri olub, şübhəsiz ki. Deyib ki, bunu eləmsiz və yaxşı da eləmsiz. Və hətta deyir ki, onun açılışında, mədəni abidə kimi açılışında məhəllənin ağsaqqallarından bəziləri xahiş eləmişlər ki, bizim arzumuz var, orada namaz qılaq. Gizli şəkildə onların namaz qılmasının şərait yaradılmışdır. Yəni, bu tək bir faktor, tək bir nümunə onu göstərir ki, Ulu Öndər Sovet dövrünə mənəvi dəyərlərə bağlı idi və hətta öz xatirələrində o danışır. Deyir ki, anamın bir nəziri var idi və o nəziri Mir Möhsün ağaya, o dövrdə bilirsiniz ki, xalq arasında Ət ağa kimi adlanılan Mir Möhsün ağa bugün ziyarətgahı var, amma onun əsl evi İçəri şəhərdə yerləşirdi və sağ idi həmin dövrdə. Hətta xüsusi
xidmət orqanlarında işləyən dövrü idi Ulu Öndərin. Və deyir, mən gizlicə gəldim o evə, o nəziri ora çatdırdım. Bu bir insanın öz həyatını təhlükəyə atmasıdır. Çünki həmin dövrdə xüsusi orqanlarda işləyən bir şəxsin belə bir yerə gəlməsi, ora nəzir çatdırması, əgər məlum olardısa, onun orqanlardan ümumiyyətlə tamamilə azad olunması yəni mümkün idi. Və hətta mən deyərdim ki, həbsə atılması mümkün idi. Lakin bütün bunları gözə alırdı. Niyə? Çünki o mənəvi dəyərlərə sahib idi. Və bu imkan verirdi ki, fürsət tapdıqca bu mənəvi dəyərlərin keşiyində dursun. Şəraitin imkan verdiyi ölçüdə. Həmin dövrün şəraitinin imkan verdiyi ölçüdə o mənəvi dəyərlərin də keşiyində durmuş. Necə ki, milli dəyərlərimizin keşiyində durmuş. Necə ki, Azərbaycan dilinə xüsusi qayğı göstərirdi. Necə ki, Azərbaycan ədəbiyyatına xüsusi qayğı göstərirdi. Və bütün bunlar onun Azərbaycan mənəviyyatına, milli mənəvi dəyərlərə göstərdiyi, verdiyi əhəmiyyəti göstərir. Məlumdur ki, Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir. İnkişaf İslami dəyərlər gətiribdir. Bu dəyərlər müqəddəs kitabımız Qurani Kərimdən gələn İslami dəyərlər Qafqaz xalqlarının milli mənəvi dəyərlərinin əsasını təşkil edibdir. Heydər Əliyev, ümummilli lider. Aqil müəllim, burada bir məsələ də diqqət çəkir. Bu, Ulu Öndərin öz daxili dünyasından gələn bir tələb idi həmçinin. O, öz xatirələrinin birində, deməli, uşaqlıqda bir məscidə getdiyindən bəhs edir. Bəli, Naxçıvanda. Naxçıvanda məscidə getdiyindən bəhs edir. O məscid abu-havasının, onun mənəvi dünyasının inkişafında nə qədər böyük rol oynadığını deyir. Bu, onu göstərir ki, həqiqətən o daxildən gələn istəkdir, arzudur ki, sonraki dövrlərdə dediyiniz kimi o çətin şəraitlərdə olsa belə bu dəyərlərin inkişafına öz töhfəsini verirdi. Burada təbii ki, digər adət-ənənələri də biz nəzərdə tuturuq. Yəni, dəyərlərin inkişafı deyəndə sadəcə burada dini dəyərlər deyil, milli dəyərlər, bizim qədim köklərimizdən gələn adət-ənənələrin də inkişafı burada mühüm rol oynayır. Təbii ki, biz bu dəyərlər istiqamətində müstəqilliyimizə qədəm qoyduq. Əlbəttə ki, keçmişdəki millətin bir araya gəlməsi, bir yumruq ətrafında birləşməsi, onları müstəqilliyə aparan bir addım idi. Yəni, bu baxımdan Ulu Öndərin bu sahədə atdığı addımlar da gələcək vəd edən addımlar idi. Müstəqilliyin ilk illərində təbii ki, müəyyən qədər çətin vəziyyətlər yaşandı. Azərbaycan çox millətli, çox konfessiyalı bir ölkədir. Bu şəraitdə Ulu Öndərin atdığı addımlar xalqı bir araya gətirən, onları bir amal ətrafında birləşdirən addımlar idi. Bunlar necə dəyərləndirərdiniz? Kösəməm, qeyd etdiyiniz kimi biz müstəqilliyimizi əldə elədik 1991-ci ildə, amma çox çətinliklə müstəqilliyin ilk dövrlərini keçirdik. Hətta Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Müxtəlif böyük güclərin təsiri ilə bir çox separatçı qüvvələrin önə çıxdığını biz görürük. Ümumiyyətlə, dövlətçiliyin özünün təhlükəyə atıldığını görürük. Və Ulu Öndər gələrək 1993-cü ildə xalqın dəvəti ilə Naxçıvandan Bakıya gəldikdən sonra ilk işi məhz bu birliyi təmin eləməkdir. Və birliyi təmin eləmək üçün də məfkurə lazımdır. Bu məfkurə də Azərbaycançılıq məfkurəsi oldu. Azərbaycançılıq məfkurəsi sizin biraz əvvəl qeyd etdiyiniz bu çox konfessiyalı, çox etnik qrupun yaşadığı bir ölkə üçün həqiqətən də bir həll variantı idi. Çünki etnik qrupundan asılı olmayaraq, etnik mənşəyindən asılı olmayaraq, dini mənşəyindən asılı olmayaraq, məzhəbi mənşəyindən asılı olmayaraq, Azərbaycan hamımızın evidir, hamımızın vətənidir. Və Ulu Öndər məhz bu Azərbaycançılıq ideyasını önə sürərək Azərbaycanın bu bütünlüyünü təmin elədi. Yəni, qeyd etdiyim kimi, bir tərəfdən bu separatist meyillər ortadan yox oldu, itdi, onun fəaliyyətinin nəticəsindən. Digər tərəfdən Azərbaycanı din təməlində bölməyə çalışan qrupların fəaliyyətinin önü kəsildi. Və Azərbaycanda ən önəmli dəyər bütün qrupları, bütün konfessiyaları birləşdirən önəmli dəyər məhz Azərbaycançılıq məfkurəsi oldu, Azərbaycançılıq ideyası oldu. Ulu Öndər bunları elədi, amma bununla yanaşı şübhəsiz ki, bu dəyərləri inkişaf elətdirmək lazımdır, dəyərlərə dəstək vermək lazımdır. Çünki Azərbaycan, biraz əvvəl qeyd etdik, Sovet dövründə, nəinki Azərbaycanda, bütün
İttifaq respublikalarında bu dəyərlər aşınmışdı, aşınmaya məruz qoyulmuşdu. Sən təkcə mənəvi dəyərlərdən, dini dəyərlərdən söhbət açmaq istərdim. Nümunə verərək, Azərbaycanda cəmi 17 məscid açıq idi və bir ziyarətgah, yəni 18 İslam məbədlərindən söhbət gedir. İslami məbədlər içərisində ancaq 18-i açıq idi. Belə bir vəziyyətdə idi və Ulu Öndər hakimiyyətə gəldikdən sonra bunların inkişafına önəm verdi. Sadəcə bir nümunəni vermək istərdim. Bu da məncə çox önəmli bir faktdır. Bildiyiniz kimi, Bakıda Bibi Heybət məscid kompleksi var. Həm ziyarətgahdır, həm də məscid kompleksidir. Və bu Bibi Heybət məscid kompleksi Sovet dövründə dağıdılmışdı. Tamamilə yer üzündən silinmişdi. Partladılmışdı, hətta onun partladılma videoları da var. Və Ulu Öndər hakimiyyətə gələndə ilk işlərindən biri məhz bu kompleksin bərpa edilməsi oldu. Bu nəyi göstərirdi? Onu göstərirdi ki, Ulu Öndər ənənəvi dini dəyərlərə sadiqdir. Və məhz bu ənənəvi dini dəyərlərin inkişafına önəm verir. Və elə bir dövr idi ki, Azərbaycan büdcəsində hətta insanların maaşını vermək üçün kifayət qədər pul, vəsait yox idi. Neft müqaviləsi təzə imzalanmışdı. Hələ illər gözləməli idi ki, ondan nəsə bir gəlir gəlsin Azərbaycana. Belə bir çətin vəziyyətdə bir tərəfdən böyük 1 milyon təqribən qaçqınımız var idi. Qarabağ torpaqları işğal altındaydı. Ordu quruculuğu var idi və məhz belə bir dövrdə mənəviyyata əhəmiyyət verərək bu ziyarətgah kompleksinin, bu məscid kompleksinin bərpası üçün göstəriş verdi. Və beləcə özü də birbaşa onun açılışında iştirak edir. Çox gözəl, möhtəşəm bir nitq söylədi orada. Bu nitqdə Azərbaycan mənəvi, milli mənəvi dəyərlərə necə əhəmiyyət verdiyini də bir daha vurğuladı. Biz Azərbaycanlılar öz tariximizlə, milli mənəvi dəyərlərimizlə fəxr eləyirik. Öz doğma ana dilimizlə fəxr eləyirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr eləyirik. Heydər Əliyev, ümummilli lider. Aqil müəllim, bir məsələyə də mən diqqət çəkmək istəyirəm. Az öncə qeyd elədiniz, Ulu Öndərin çıxışlarında onun İslam dini haqqında da dərin biliklərə sahib olduğunu görmək olur. Həqiqətən onun mətnlərini, onun çıxışlarındakı o sətir aralarını biz oxuyanda görürük ki, kifayət qədər dərin biliyə sahibdir və öz milli kimliyimizin, dini kimliyimizin, mədəni kimliyimizin fərqindədir və bunu gələcək nəsillərə çatdırmaq üçün uyğun yollar axtarır. Mən buradan bir məsələyə gəlmək istəyirəm. Ulu Öndərin zamanında təməlini atdığı bu fəaliyyətlər, istər etnik zəmində, istər dini zəmində bir məfkura ətrafında xalqın toplanması ki, Azərbaycançılıq məfkurəsindən bəhs elədiniz. Bu elə bir məfkurədir ki, hər hansı bir etnik və ya dini qrupun tək başına mənimsəyəcəyi bir məfkurə deyil. Hamısının birlikdə mənimsəyəcəyi. Hamının birlikdə mənimsəyəcəyi məfkurədir. Hər kəsin könül rahatlığı ilə mənimsəyəcəyi bir məfkurədir və bu məfkurə bəlkə də sonraki dövrlərdə bizim uğurlarımıza gətirib çıxartdı. Mən burada bu fəaliyyətlərin sonraki dövrlərində bu məfkurələrin hansı praktik nəticələr yaratdığı barəsində fikirlərinizi dinləmək istərdim. Kövsər müəllim, qeyd etdiyiniz kimi Ulu Öndərin çıxışlarına biz diqqət yetirdikdə və ki, bunlar artıq kitablaşıb bir çoxu, burada həqiqətən bu milli mənəvi dəyərlərə dair konseptual bir yanaşmanın olduğunu görürük. Məsələn, İslam Sivilizasiyası Qafqazda simpoziumu, onun məhz istəyi ilə keçirilən Azərbaycanda bir simpoziumdur. Siz özünüz də... Mən özüm də tələbə olaraq orada iştirak eləmişim və orada həqiqətən konseptual bir çıxış elədi. Və o çıxışda insan fərqinə varır ki, Ulu Öndər həqiqətən də İslam sivilizasiyası haqqında çox kifayət qədər dərin biliyə sahib insan idi. Hətta Qafqazdakı İslam sivilizasiyası haqqında. Məsələn, o orada bir fikir irəli sürdü. Dedi ki, Azərbaycan Qafqazda İslamın mərkəzi olubdur. Həqiqətən də Qafqazda İslamın mərkəzi Azərbaycan olub. Biz baxırıq ki, tarixən İslam məhz Azərbaycandan yayılıb Qafqaza. Nəinki İslam, hətta İslamın müəyyən yozumları da, İslamın müəyyən məktəbləri də məhz Azərbaycan mərkəzi yaranıbdır. Məsələn, nümunə vermək istəyirəm.
19-cu əsr Qafqazın həyatında ən önəmli şəxslərdən biri Şimali Qafqazın kimdir? Şeyx Şamil. Şeyx Şamil hansı məktəbin nümayəndəsidir? Onun müəllimi Cəmaləddin Qazı Kumuki, onun müəllimi Xas Məhəmməd Yarağı, onun müəllimi Şeyx İsmail Şirvani Kürdəmiri məhz Azərbaycan idi. Və Ulu Öndər bunun fərqindədir və bunların araşdırılmasının labüdlüyünü vurğulayırdı. Bu da onu göstərir ki, həqiqətən bir konseptual yanaşma idi. Və o yanaşmanın və onun mənəvi, milli mənəvi dəyərlərə verdiyi əhəmiyyətin və biraz əvvəl qeyd etdiyimiz Azərbaycançılıq məfkurəsinin praktiki nəticəsi nədir desəniz, 44 günlük savaş deyir. Ulu Öndərin bu siyasəti Cənab Prezident tərəfindən davam etdirildi və çox gözəl bir şəkildə davam etdirildi. Milli mənəvi dəyərlərə çox əhəmiyyət verildi və Azərbaycançılıq məfkurəsi artıq cəmiyyətin bütün təbəqələrinə yayıldı və 44 günlük savaşda biz baxırıq ki, etnik mənşəyindən asılı olmayacaq, dini dünya görüşündən asılı olmayacaq, sosial təbəqəsindən asılı olmayacaq. İnsanlar hamısı bir məfkurə, bu Azərbaycançılıq məfkurəsi ətrafında birləşdi və Qarabağımızı azad elədilər. Bugün biz Qarabağda şəhid olanlar içərisində artıq bunun hansı bölgəyə, hansı etnik qrupa, hansı dini mənşəyə sahib olduğunu soruşmuruq. Çünki bilirik ki, hamısından var. Aqil müəllim, mən burada bir məqama da gəlmək istəyirəm. Bugün siz də çox doğru qeyd elədiniz. Həmin o məfkurə, milli mənəvi dəyərlər istiqamətindəki belə deyək, o gələcəyə baxış bugün də davam etdirilir. Bugün də ölkədə keçmişdən bəri davam edən o ənənə, milli mənəvi dəyərlərin dirçəldilməsi ənənəsi bugün də uğurla davam etdirilir. Biz bunun müxtəlif sahələrdə şahid oluruq. İstər ibadət evlərinin açılmasında, istər bizim tariximizdə mühüm yer tutan şəxsiyyətlərin gün üzərinə çıxarılmasında, istər ümumi mənada bu məfkurənin birləşdirici tərəfinin vurğulanmasında bugün də çox mühüm fəaliyyətlər aparılır. İstərdim ki, son olaraq bu barədə də fikirlərinizi alın. Köçən müəllim, qeyd etdiyiniz kimi bu gün də bu fəaliyyətlərin biz əyan olaraq görürük. İstər milli dəyərlərin, istər mənəvi dəyərlərin, bunlar bir-birindən ayrılmaz. Ayrılmaz, bəli. Yəni milli mənəvi dəyərlər deyəndə sanki bir tərəfdə milli dəyərlər, digər tərəfdə mənəvi dəyərləri görmürük. Milli mənəvi dəyərlər o qədər iç-içə girib ki, artıq bunlar bir-birinin ayrılmaz hissəsinə çevriliblər. Və konkret mövzumuz da bizim dini dəyərlər olduğuna görə verilişinizin formatına da uyğun olaraq mən istərdim buradan nümunələr verim. Bugün Qarabağ yenidən bərpa olunur. Qarabağ bərpa olunanda ilk olaraq nələrə əhəmiyyət verilir? Həmin ibadət evlərinin açılması. Götürək Şuşa şəhərini. Şuşa şəhərinin 17 məhəlləsi olub, tarixən və hər birinin özünün məscidi olubdur. Amma bu məscidlər erməni işğalı nəticəsində dağıdılıbdır. Bir yuxarı Gövhər ağa məscidi qalmışdı, o da yarım, yəni ancaq tikilinin özü qalmışdı, o da zərbə yemişdi. Demək olar ki, dağılmağa yaxın idi və içində də özünüz bildiyiniz kimi heyvanlar saxlanılırdı. Və bugün Şuşada biz yuxarı Gövhər ağa məscidinin, aşağı Gövhər ağa məscidinin, Saatlı məscidinin, Mamay məscidinin, Mehmandarovların malikanəsindəki məscidin bərpa olunduğunu görürük və digərlərinin də bərpası davam edir. Bərpa deyəndə biz bəlkə bərpa deyil, amma onların çoxu demək olar ki, sıfırdan yenidən tikildi, çünki dağıdılmışdı. Və Cənab Prezident dedi ki, mənim bir arzum var ki, Şuşada böyük bir məscid kompleksi tikmək, yeni bir məscid kompleksinin artıq təməlatı da tikilir. Bunu təkcə Şuşa nümunəsində deyil, Zəngilanda da və eynisini biz görürük. Eynisini biz Laçında məscid tikilir, onu görürük. Biz tikilib artıq demək olar ki. Və Hadrutda, Su Qovuşanda, müxtəlif yerlərdə bu ibadətgahlar tikilir. Və qeyd etdiyim kimi təkcə müsəlman ibadətgahları deyil, eyni zamanda biz Alban irsinə qarşı da eyni münasibəti göstərir, Alban xristian irsinə qarşı. Çünki ermənilər onları da dağıtıb, onları da taleyi növdünü buraxmışlar. Özləri xristian olmalarına baxmayaraq, Alban xristian irsinə qarşı da müsəlman irsinə qarşı necə vandallıq göstərmişlərsə, bənzəri vandallığı da onlara qarşı göstərmişlər. Bunlara da eyni qayğının üstü olduğunu görürük. Bu onu göstərir ki, Azərbaycan dövləti öz köklərinə sadiqdir. Və bu köklərin də ən təməli nədir? Milli mənəvi dəyərlərdir. Çünki dünya elə inkişaf edir ki və dünya elə sürətlə dəyişir ki, bu sürətlə dəyişən dünyada əgər biz öz kimliyimizi qorumaq istəyiriksə, mütləq o milli mənəvi dəyərlərdən yapışmalıyıq. Və bugün də Azərbaycanda biz bunu görürük. Aqil müəllim, çox təşəkkür edirəm. Həqiqətən qeyd elədiyiniz kimi bugün bir məscidin daşı daş üstünə qoyulursa, əslində o bir mədəniyyətin daşı daş üstünə qoyulur deməkdir.
Bu baxımdan bir məscidin bərpası, bir sinaqoqun bərpası, bir kilsənin bərpası belə Azərbaycanın o milli, mənəvi bütünlüyünə verilmiş böyük töhfədir. Agil müəllim, sözsüz ki, Ulu Öndərin digər sahələrdə və eyni zamanda bu sahədəki fəaliyyətlərini qısa vaxt ərzində əhatə eləmək mümkün deyil. Amma yenə də məzmunlu çıxışınız üçün mən sizə təşəkkür edirəm. Gəldiyiniz üçün, dəyərli fikirlərinizi bizimlə bölüşdüyünüz üçün minnətdaram, sağ olun. Çox sağ olun, mən də təşəkkür edirəm. Ulu Öndəri rəhmətlə yad edirik və verilişinizə də uğurlar arzulayırıq. Sağ olun, təşəkkürlər. Əziz tamaşaçılar, bugün ümummilli lider Heydər Əliyevin milli və mənəvi dəyərlərin dirçəldilməsindəki misilsiz xidmətlərindən bəhs etdik. Əlbəttə, onun bütün fəaliyyətlərini qısa vaxt ərzində əhatə etmək mümkün deyil. Sözlərimizə son verərkən Ulu Öndəri rəhmətlə və şükranla yad edirik. Bununla da verilişimiz başa çatır. Haqqın Dərgahı verilişinin növbəti buraxılışında görüşmək ümidi ilə sağ olun, salamat qalın.